Azerenerji ilə BP arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Cəbrayılda inşa edilən Şəfəq Günəş Elektrik Stansiyasının ölkənin vahid enerji sisteminə inteqrasiyası, eləcə də Səngəçal terminalının milli enerji sistem vasitəsilə etibarlı enerji ilə təmin olunması məqsədi ilə 220-110-10 kilovoltluq yeni Səngəçal yarımstansiyası tikilib. Layihə çərçivəsində yarımstansiya ölkənin enerji sisteminə inteqrasiya olunması üçün 100 kilometrdən artıq 220 və 110 kilovoltluq yüksək gərginlikli ötürmə xəttləri çəkilib. Layihənin ilk mərhələsi kimi Azerenerji tərəfindən Cəbrayılda inşa edilən 330 kilovoltluq rəqəmsal yarımstansiya bu ilin may ayında ölkə başçısının iştirakı ilə istifadəyə verilib. Yeni Səngəçal yarımstansiyasının istismara verilməsi ilə terminalın qazla işləyən elektrik stansiyasının fəaliyyəti dayandırılacaq. Bununla yanaşı, gələcəkdə Cəbrayıldakı Şəfəq Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi ölkənin vahid enerji sisteminə ötürüləcək, buradan isə balanslaşdırılmış şəkildə Səngəçal terminalının enerji tələbatının ödənilməsinə yönləndiriləcək. Nəticədə terminalın illik 500 milyon kilovat-saat elektrik enerjisi tələbatı bərpa olunan enerji mənbələri hesabına təmin ediləcək. Bu isə hər il 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət olunmasına, eyni zamanda BP-nin Xəzər regionundakı əməliyyatları üzrə karbon emissiyalarının 260-330 min ton azalmasına əhəmiyyətli töhfə verəcək.